Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə yeni vlogla xoş gördük hər birinizi. Qızlar, səhər-səhər durdum, səhər yeməyini yedik, yığışdırdım, bir tənqıl qab çıxmışdı, onları da yudum. Həm də yemək hazırladım, onun da qabları ayrı çıxmışdı, onları da yudum. Suyları getmişdi, yeməyi hazırladım, qoydum qazın üzərinə ki, az xodda qoy bişsin. Mən də bu qabları qurulayım, yerləşdireyim. Qızlar bu gün toya gedəcəyik, onun üçün işlərimi tez bitireyim. Saat 2-də salona gedəcəm. Onun üçün işlərimi tez bitirməliyim. Qızlar, xalam oğlunun toyudur bu gün, onun üçün hazırlaşacağıq. Və belə qızlar, yeməyimizi günorta yeməyində yedik, yığışdırdım, yudum, işlərimi tez həll elədim, evdəki işlərimi bitirdim, gəldim salona. Salona bir neçə gün öncədən özüm üçün yəni növbə götürmüşdüm. Daimi gəldiyim yerdir, Zəhra Gözəllik salonu. Artıq 3 ildən çoxdur ki, mən bu salona gəlirəm. Onun üçün yenidən ustamın əllərinə sağlıq. Saçımı kəstirdim qızlar, renk qoydurdum, kəstirdim. Saçım uzanmışdı, çox uzanmışdı. Hətta hələ burada rəngdən öncə kəsilmişdi saçım bir xeylaq, amma çox nazik idi, onun üçün kəstirdim. Mən 1-2 ildən bir kəsdirirəm saçımı, çünki uzandıqca saçımda tökülmələr olur və nazik olduğu üçün kəsdirirəm. Kare saçımı kəstirdim, rengi qoydurdum. Sadə bir makiyaj etdi məni ustam. Əllərinə sağlıq. Sonra gəldim evə, geyinəcəyim, hazırlayacağım. Yəni bu gün geyinəcəyim paltarları da hazırlamışdım. Geyindim, uşaqlar da birlikdə getmişdik, yəni hamımız. Hər birimiz hazırlaşdıq və çıxdıq. Şadlıq Sarayı, yəni restoran yaxınımızdadır, çox yaxınımızdadır bizə. Demək olar ki, 5 dəqiqə belə deyim də məsafə yoxdur bizlə Şadlıq Sarayına. Belə qızlar yollandıq Şadlıq Sarayına, xalam oğlunun toyuna. Derken bir takdim edir.
Evet, merdiven olduğuna bir Bu yerler adeten daha geniş olur ve giriş çıkışlara yakın yerleşir. Bu da tehlikesizliği ve elbette sakinle akşam saat 10'dan sonra patlama bölgesinde Və belə qızlar gəldik çatdıq toya. Xalam oğlu özü də musiqiçi olduğu üçün, yəni kamança ifaçısıdır qızlar. Musiqi təhsillidir. Onun üçün demək olar ki, toy başdan sona konsert kimi, yəni toy kimi deyil də bir konsert kimi keçdi. Onun üçün bundan sonrasına səsili qoydum. Qızlar çəkiliş edə bildiyim qədər çəkiliş edirəm toyda və videonu burada sonlandıram. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəni işarəsi qoyub mənə dəstək olmağı unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm dəstəyiniz üçün. Gələn videolarda görüşmək üzrə. Gəlin nə qəşəng. Gəlin nə qəşəng. Bir aydan Vefasız ben oldum, günahsız ben oldum, günahkar ben oldum. Besmece düzüm, duasız gidişten, meşgulum yok, bir de bir görüşe. Günahsız ben oldum, vefasız ben oldum, günahkar ben oldum. Vefasız ben oldum, günahsız ben oldum, günahkar ben oldum. Sormayanlara ben seviyorum, çok seviyorum, seviyorum. O Tembellik seni böyle olsun istemezdi. Ben malum ama senden kaybettim. Hem hayatı hem de beni. İsterdi iki aşık, iki divane. Bir şemdiri, bir pervane. Onlar sevgisi sanki bir nana. Onların eşki bir efsane.